Avtomobilimiz Hyundai Veloster 2012 model. Müştərimizin narahatçılığı Lovo sistemi ilə bağlı idi. Sürərkən Lovo'yundan səs gəldiyini bildirmişdi. Bizdən əlavə 1-2 yerə də göstərmişdi. Şturvalın boltunu sıxmışdılar. Lovo'da nakoniec snake almacıq dəyişdirmişlər, amma müştərinin şikayəti o yerində də qalırdı. Yaxınlaşdı yanımıza, aşkar elədi ki, bilənlər bilir, Hyundai Kia modellərində şturvalın yəni bu Lovo'lar elektron Lovo olur. Motorun şesternəsi olur, rezin şesternə. Sıradan çıxdığında takıldı səsləri gəlir və bir sıra narahatçılıq yaradır. Bundan əlavə də bala şturval adlanan detal var. Gördüyünüz kimi bu detal. Bu detalın stabilləri gördüyünüz kimi boşdur. Boş olduğunda həmin səs daha da şiddətli şəkildə bilinir. İndi Allahın izniyle biz bu şesternanın yenisini əvəz edəcəyik. Şesternanın artıq buradadır. İnşallah sifariş vermişik gəlir. Və bundan əlavə bu stabilləri də döyüb tam yaxşı vəziyyətə gətirib avtomobilin üzərinə ulaşdırıb məhkəməyə sizə bildirəcəm. Şturval ilə bağlı problemi vardı. Müştərinin biz o problemi bu şesternanı dəyişməklə həll elədik. Gördüyünüz kimi bu şesternə rezin basmas şesternədir. Yumuşaldığına elə sıradan çıxıb çox vaxtda sınır qırılır. Ona görə də Lovo'yunda bəzi problemlər baş verir və bundan əlavə də bildirdiyiniz kimi kristalında da boşluq vardı. Yəni bala şturvalın kristalında boşluq var idi. O boşluğu da biz aradan apardıq və şükür Allah Lovo tam olaraq ideal vəziyyətdir.